Article köməkçi nitq hissəsi olub, ismin qarşısında işlənir. Məsələn, a student, an engineer və yaxud da ki, the student, the engineer və s. Və biz artiklı iki növə bölürük. Qeyri-müəyyən, yəni indefinite və müəyyən definite article. Qeyri-müəyyən artikellarımız and-dir və müəyyənlər isə the article-dır. Qeyri-müəyyən elə adından da göründüyü kimi, yəni bizə qeyri-müəyyən olan isimlərlə istifadə olunur. Yəni burada and-dən. Və biz and-i belə deyim ki, tələffüzü əsasən yəni yazırıq. Əgər ki sözümüz yəni saytla başlayırsa tələffüzdə, biz bu zaman an artiklından istifadə edirik. Və yaxud da ki samitlə başlayırsa, bu zaman artiklından istifadə edirik. Məsələn, an engineer və yaxud da ki a university, a euro, an hour. Və biz burada sözlərimizə görürük ki, məsələn, an hour bu h, yəni samitlə başlayır. Amma ki biz tələffüzə baxdığımız üçün burada o saytdan başlayır, an hour deyirik. Ona görə article deyil də an article-dan istifadə edirik. Daha sonra a university. İlk əvvəl bizə elə gəlir ki, bu saytdan başlayır. Lakin tələffüzə görür ki, university deyirik. Bu samitlə başlayır. Həmçinin euro da eynidir. Burada saytdan deyil, samitdən başlayır və biz tələffüzə baxırıq. Daha sonra isə əgər bizim ismimizin qarşısında sifət və yaxud da ki başqa bir təyin edici varsa, biz bu zaman yəni ismimizə deyil də artıq sifətin tələffüzünə baxırıq. Əgər ki sifət saytla başlayırsa an artiklından istifadə olunur, yox, samitlə başlayırsa artiklından istifadə olunur. Məsələn, an engineer deyirəm, çünki burada bu saytdan başlayır. Lakin mən ona sifət artırıram, samitdən başlayır və bu zaman mən nədən istifadə edirəm? Artiklından. A hardworking engineer. Daha sonra isə biz an artikellarından, yəni qeyri-müəyyən artikellarından hard istifadə edirik. Yəni əgər ki bir şey haqqında ilk dəfə eşidiriksə, yəni bir əşya, bir isim bizə qeyri-müəyyəndirsə, bu zaman an artikelından istifadə olunur. Məsələn, I saw a girl. Mən bir qız gördüm. Daha sonra isə bizim what'la başlayan nida cümlələrimiz vardır ki, yəni biz bunlardan da həmçinin an article istifadə edirik. Təbii ki də ismimiz sayıla bilən və təkdirsə, məsələn, what a beautiful girl she is, o necə də gözəl bir qızdır. Daha sonra isə hundred, thousand, million sayılarına da həmçinin təkdirdirsə, daha doğrusu article-dan istifadə edirik. Və tutum bildirən ifadələr var. Məsələn, a cup of tea, a cup of məsələn, coffee və yaxud da ki, a glass of milk və s. bu tipli tutum bildirən ifadələr var. Bunlardan da həmçinin an artikellarından istifadə edirik və həmçinin to have-da da yəni bəzi ifadələr vardır ki, biz onlardan artikel istifadə edirik. Amma ki, yemək adlarından söhbət gedirsə, biz bu zaman artikel istifadə edə bilmərik. Daha sonra isə yenə bir sıra ifadələr vardır ki, yenə sabit dəyişməyən. Biz onlardan da həmçinin an artikellarından yəni istifadə edirik. Məsələn, go for a walk, have a good time, play an important role, as a result, it's a pleasure. Daha sonra belə deyim ki, məsələn, in a word, half an hour, at an early age, a cup of tea, a piece of paper, tell a lie və yaxud da ki, məsələn, digərlərindən biz yəni an artikellarını istifadə edirik və yaxud da ki, məsələn, to be in a hurry. Demək ki, bunlar yəni hər biri çox istifadə olunur, ona görə bunları əzbər bilmək lazımdır. Daha sonra isə deməli, yəni biz müəyyən artikel isə yəni adından da göründüyü kimi müəyyən bir isimlərdən danışır və artıq bunlar haqqında bizim müəyyən bir informasiyamız, məlumatımız var. Məsələn, she loves the clothes that we bought together. O bizim birlikdə aldığımız paltarları yəni sevir, xoşuyur. Yəni burada bizim birlikdə aldığımız artıq bizə əlavə məlumat verir və biz bilirik ki, yəni bu isim bizə müəyyəndir. Və biz tək varlıqlardan, məsələn, the moon-du, the sun, the earth, the sky, the world, bunlardan the article istifadə edirik və üstünlük dərəcəsində olan sifətlərdən də hər zaman the article istifadə edirik. Məsələn, the most beautiful girl və s. Daha sonra isə bizdə isimləşmiş sifətlər var. Yəni, isimləşmiş sifət nədir? Sifət bilir ki, ismin qarşısında işlənir. Lakin biz onun yanındakı ismi atsaq, bu
bu zaman sifət isimləşir və əsas rolda çıxış edir. Məsələn, the good. Əslində biz bunu necə deyə bilərik? Good people, yaxşı insanlar, amma people adlıqda isə the good, yəni yaxşılar bu şəkildə qalır. Həmçinin digərləri də eyni qaydada. Bütöv bir ailəni bildirdikdə biz bu zaman the article-dan istifadə edirik. Daha sonra sıra sayılarından, məsələn, the first, the second, the third və s. Place də yəni mənasından asılıdır. Əgər ki özündən sonra belə deyim ki müəyyən musiqili alətlər gələrsə, yəni biz bu zaman the article-dan istifadə edirik. Yəni bu ifa etmək mənasını verir. Məsələn, to play the guitar və s. Play oynamaq mənasında olduqda özündən sonra əgər ki idman növləri, yəni oyunlar gələrsə, məsələn futbol, tenis, golf, biz bu zaman the article-dan istifadə etmirik. Və əgər dillərdə isə necədir? Dillər tək işlənərsə biz onlarla heç bir artikel işlətmirik. Amma ki yanında language, dil sözü istifadə olunarsa bu zaman the article-dan istifadə edirik. Daha sonra isə körfəz, yəni beydən başqa demək olar ki biz bütün su hövzələrindən the article-ı işlədə bilirik. Məsələn çaydır, dəniz, okean, göl, kanal, boğaz və s. bunlardan istifadə olunur. Amma göllərdə belə bir məqam vardır ki, ya biz lake sözündən, ya da ki the article-dan istifadə etməliyik. Yəni ikisini eyni anda istifadə etmək mümkün deyil. Daha sonra isə biz adalar qrupundan həmçinin the article işlədirik, amma tək ada olsa biz bu zaman article istifadə etmirik. Dağ silsilələrdirsə bu zaman article işlədə bilirik, amma tək bir dağdan, zirvədən söhbət gedirsə, məsələn Mount Everest, biz bu zaman article istifadə etmirik. Səhralardan həmçinin the article olur. Məsələn, the Sahara, Desert, the Gobi, bunlar da testdə çox istifadə olunur. Daha sonra isə sahil sözləridir. Məsələn, on the bank of the river, bunlardan da istifadə edirik. Daha sonra isə əgər cəhət bildirirsə müəyyən bir yerə, məsələn in the north, south, east, west bu şəkildə olarsa, biz bu zaman the article istifadə edirik. Amma qitə, ölkə, yəni bu tiplə verirsə, məsələn North America, South Azərbaycan, yəni bu şəkildə verildikdə isə biz article-dan istifadə etmirik. Ölkələrlə, şəhərlərdən ümumiyyətcə article olmur, amma ki ölkələrin yəni yanında onu təyin edən sözlər, məsələn respublika, yəni birləşmiş və s. bu tipli sözlər olduqda biz the article-dan istifadə edə bilirik. Yəni ümumiyyətcə the UK-dir, the USA-dir, Arab Emirates-dir. Yəni bunlardan hər zaman the article istifadə olunur. Daha sonra isə millət adlarından da biz həmçinin the article istifadə edirik. Məsələn the Chinese love eating seafood. Çinlilər dəniz məhsulları, dəniz yeməkləri yeməyi xoşlayır. Bəzi yeni ifadələr vardır ki, bunlar da çox istifadə olunur ki, biz onlardan the article-dan istifadə edirik. Məsələn, the same, the difference, the following, at the end, the whole, the only, the radio. Next və last. Bunlar isə mənasından asılıdır. Əgər özündən sonra zaman bildirən sözlərdən istifadə olunarsa, məsələn, week, day, year və s. bu zaman biz article istifadə etmirik. Amma ki, əgər next, növbəti, last, sonuncu mənalarındadırsa və özündən sonra zaman bildirən söz istifadə olmasa, biz bu zaman the article-dan istifadə edə bilərik. Məsələn, the next page, növbəti səhifə və yaxud da ki, the last page, sonuncu səhifə. Age isə yaş bildirdikdə biz the article istifadə edirik. Məsələn, at the age of 18, 18 yaşında. Amma at an early age ifadəsini istifadə etdikdə burada yalnız an article olur. Daha sonra isə how ilə başlayan nida cümlələri biz bunlarla da həmçinin the article istifadə edirik. Sifət və yəni isim arasında. Daha sonra bizdə muzeydir, qaleriyadır, kino, teatr adlarından da həmçinin the article istifadə edə bilirik. Məşhur tarixi hadisələr dövrlərlə də one of ifadəsi ilə, məsələn one of the most hardworking students, ən çox çalışan tələbələrdən biri və burada da həmçinin the article olur və müəyyən hər kəsin məlum olan yerlər olur.
Məsələn, tutam ki, the country'dir, the village'dir, the city, the center, the capital, the cinema, the theater, the bank, the station və s. Yəni bu isimlərdə də həmçinin biz the article istifadə edirik. Daha sonra isə təşkilat adlarından da, məsələn, the UNESCO, buna da the article olur. Yəni məşhur tarixi tikililərin də deyim var ki, çoxsuna the article olur. Amma ki, istisnaları var. Big Ben'dir, Buckingham Palace'dir, Westminster Abbey'dir. Yəni biz bunlardan article istifadə etmirik. Daha sonra isə müəyyən ifadələr vardır ki, biz də bunlardan həmçinin the article istifadə edirik. Məsələn, on the left, on the right, in the middle, in the past, in the present, in the future, at the moment, tell the truth, in the original, on the one hand, on the other hand, by the way və s. bunlardan the article istifadə olunur. Daha sonra at the age of, məsələn, 18 və s. Və bizdə hansı məqamlarda article istifadə olunmur? Yəni, qeyd etdiyim kimi, tək adları ilə, dağ zirvələri ilə, fən adları, məsələn, art, mathematics, biology, geography və s. Məsələn, insan adları ilə article olmur. Yəni, həmçinin ölkə və şəhər adları da olmur. Yalnız ölkələrdə yanında onu təyin edən sözlər, məsələn, Federation, Republic və s. olarsa, bu halda olur. Qitə və materik adları, yəni bunlar da tək olduqda istifadə olunmur. Əgər yanlarında xüsusən bir ifadə olsa, yəni biz o halda bəlkə istifadə edə bilərik. Most isə özündən sonra isim istifadə olunduqda, yəni əksər mənasını bildirdikdə istifadə olunmur. Məsələn, most girls, əksər qızlar, amma most özündən sonra sifət olsa, yəni bu zaman bu üstünlük dərəcəsi olur və the article istifadə edirik və yəlik əvəzliyi və yaxud da ki, yəlik halından sonra heç vaxt article istifadə olunmur. Yəni heç bir fərqi yoxdur. Yəni heç bir halda istifadə edə bilmərik. Bay isə yəni əsasən demək olar ki, article işlənmir, amma nadir hallarda işlənə bilər. Əgər ki, ilə, vasitəsilə mənasını bildirirsə, məsələn, maşın ilə, avtobusda biz bu halda article istifadə etmirik. Amma yanında mənası olduqda, məsələn, maşın yanında bu zaman the article istifadə olunur. Nodan sonra heç bir zaman article işlənmir. Bu da testdə çox vacib olan məqamlardan biridir. Same-lə eynidən sonra article yəni işlənmir özündən sonra, daha doğrusu samdan sonra. Daha sonra isə küçə, meydan, park adları, yəni xüsusi bir ad olduqda bu zaman işləmir. Amma tək olduqda, məsələn, at the street və yaxud da ki, məsələn, in the park və s. bu şəkildə biz the article-dan istifadə edə bilərik. Planetdə isə tək olduqda olmur, amma yenə planet sözü olduqda işlədə bilərik. Yarım adalarla isə yenə peninsula işlənməzsə yenə olmur. Amma işlənərsə yəni istifadə edə bilirik. Daha sonra isə deməli bizdə schooldur, collegedir, university, yəni harayasa getmək, yəni məsələn təhsil almaq mənasındadır. Məsələn, biz deyirik ki, məsələn, I go to school, mən məktəbə gedirəm. Əslində bu deməkdir ki, mən təhsil alıram. Yəni hal-hazırda o hərəkət mənasında yenə getmir. Və yaxud da ki, məsələn, kimisə tutalım ki, yəni görməyə gedirsiniz. Yəni bu zaman isə binayı nəzərdə tutduğumuz üçün biz the article istifadə edə bilirik. Amma ki, xəstəxanaya gedir. Yəni ikinci cümləmizdə isə burada iş mənasında, yəni nəzərdə tutulub. Bayramlarla da həmçinin article işlətmirik. Aylardır, yəni həftənin günləri, yəni fəsillər bunlardan da olmur. Körpülərdən də həmçinin yəni işlətmirik. Yəni körpüdür, körfəzdir, yəni bunlardan olmur. Daha sonra isə yəni məsələn professordur, doktor, prince, queen, president. Əgər ki bunlar təkdə olursa biz bu zaman the article işlədirik. Amma yox, orada bir insan adı çəkilirsə biz bu zaman article istifadə etmirik. Yəni hava limanında yenə parklar və s. küçələr kimi eynidir. Əgər ki xüsusi bir adı varsa istifadə etmirik. Amma ki heç bir şey yoxdursa bu zaman istifadə edə bilərik. Həmçinin vağzalar da eyni şəkildədir.